Salam, Zasvayta xoş gəldiniz. UFC London geridə qoyduq. Kartın əsas döyüşündə Leon Edwards Sean Brady ilə qarşılaşdı. Təəssüf ki, bizim təxminlərimiz zay oldu. Biz deyirdik Leon döyüşü ayaqüstə aparacaq, təpikdən zaddan vurub nokaut eləyəcək. O da getdi, hər raundu yıxıldı Brady'nin altına. 3-cü raundda göz ayağa girmək istədi, onda da özü qaldı altda. 4-cü raundda da Brady işi kökündən həll elədi. Amma doğrudan submission möhtəşəm idi. Brady'nin uğurlu submissionları 2 dəfə deyildi, əvvəllər də olub. Amma bu adam Kamal Usmanı 2 dəfə udub, çəkisində çempion olub. Amma heç özünə, adına yaraşan döyüşmədi. Çox təəccüblənsəm də Brady'yə təbriklər. Leon'a da demək istəyirəm ki, ay dost, get məşq elə, olmaz belə. Yəqin kupon falan yazmamışdınız da dostlar. Yazmışdınızsa da çox keçmiş olsun. Amma prelims kartda maraqlı döyüşlər oldu. Bibilərin döyüşün çıxmaq şərti. Kartın açılışında Quram Kutaladze döyüşdü. Ənkə sastav yığılmışdı Quram üçün. Hamzat Chimaev bir tərəfdən, İlya Topuriya bir tərəfdən. Hamısı yığılmışdı ora ki, bəs qardaşımız döyüşəcək. Amma biz Quram haqqında fikirlərimizdə yanılmamışdıq. Bundan əvvəlki videoda dediyim kimi, Quram artıq potensialının tamamına çatıb, daha əlavə bir şey çıxmaz. Elə də oldu, Quram məğlub oldu. Amma yenə də qəfəsdə məğlub olsan da, qəfəsin çölündə çempionsan Quram. Çünki çempionlar o gecə sənin üçün orada idi. Bu kartda mən tanımadığım bir döyüşçünü kəşf elədim. Sizə də tövsiyə edirəm o döyüşə baxasınız. Lon Kavanagh bu kartda Dos Santos'la qarşılaşmışdı. O döyüşdən yüksək dozda ləzzət aldım. Qardaşı təbrik edirəm, gözəl qələbə idi. Prelims haqqda bu qədər. Əsas kartda bir də Kevin Holland var. Əvvəlki videoda demişdim. Hamzat imkan verməsə də gözəl stoyka döyüşü. Rəqibi sanki məni eşitmişdi. Hər raund gedib yapışırdı Hollandın ayaqlarına. Kevin'in döyüş üçün üstün fiziki göstəriciləri var. Boyu hündürdür, əlləri də, ayaqları da çox uzundur. Ayaq üstü olanda bunu asanlıqla avantaja çevirə bilir. Amma yerdə çox da uğurlu deyil. Jiu-jitsu eləməyə çalışırdı, amma jiu-jitsu bir o qədər doğru seçim deyil elit səviyyə üçün. O da gördü işə yaramır, altdan zərbələr vururdu. Elə onun hesabına da raundları xal üstünlüyü ilə bitirərək döyüşün qalibi oldu. Buradan Kevin'ə demək istəyirəm ki, əzizim, get güləşin müdafiəsini öyrən. Hər dəfə biraz da əmin oluram ki, nə qədər elit striker olsan da, əgər güləşi hiss eləmirsənsə, sən MMA idman növündə ən üst səviyyələrdə ola bilməyəcəksən. Ona görə də məşqlərdə güləş hissiyatını artıracaq məşqlərə olduqca çox yer vermək lazımdır deyə düşünürəm. Mənim düşüncələrim bu qədər idi. Videonu bəyənin, idmanı sevən, idmanla məşğul olan dostlarınızla paylaşın və kanala abunə olun ki, heç kim xəbərsiz qalmasın. Şəkərbura paxlavaya çox güc verməyin. Məşq eləyin, salamat qalın.